Dinməkdir. Artık tarafında xahiş edilir. Heç kim heç əlbəttə registrasiya götürməsin. İmkan vermir. Deməli, hava limanında yenə gərginlikdir. Cəmaət yığıblar bura 11:30-da uçacaq təyyarəni. Batdılar 2 saat, dedilər 13:30-da, indi də deyirlər ki 15:30-da. Ümumiyyətlə cəmaəti töküblər bura bir neçə resi. Və təyyarə vermirlər. Bax cəmaət qalıb burada, indi cəmaət etiraz edir. Bursa problem həll olundu. Cəmaət da kəsib buranı o birisi restlərdə istəyirlər qoymayacaq. Neyindir? Deməli bir restoranları yola salırlar, amma əvvəlki resi saxlayırlar ki, nasazlıq olur. Texniki nasazlıq hər gün olmur. Deməli son vaxtlar Olsun da verək də nə fərqi var? buradan jurnalistlərə səslənirəm, nəzərə alın, yayımlayın. Bunları yayımlayın ki, cəmaatı hər gün belə problem, Naxçıvana uçuşda birinci problemi çıxardır. Cəmaata bileti satırlar, sonra da mesaj göndərirlər, gəlirlər, yubadırlar, alver edirlər. Bu resdən o resa artıq bunu alıb satırlar, bileti yola salırlar başqalarının, bu cəmaatı burada gözlədirlər. Bu belədir vəziyyət. Yola salın bizi gedək. Dünən belə nə oldu? Dünən belə oldu, bir gün belə oldu, sabah da belə oldu, bir gün də belə oldu, sabah da belə oldu. Nə oldu ki, biz ara sormadı? Bu da Naxçıvanların günü deyirik. Bu gündədir, bütün günü bu gündədir. Sabaha salırsınız. Niyə? Səbəb nədir? Prezidentimiz nədir? Yeni vətəndaşı belə incidir. Ha? Belə incidir, babasının kəndi çalıb sürüyün. Belə deyirlər. Deməli azaldan bir nəfər nümayəndə yoxdur ki, normal şəkildə cəmaata çıxıb izah eləsinlər və problemi həll eləsinlər.